Dekabrın 26-sında Milli və Beynəlxalq Araşdırmalar və Hüquq Təşəbbüslər Mərkəzinin dəstəyi ilə Azərbaycan Sivil Cəmiyyətinin durumu və gələcəyi, sonuncu qanuni əlavələr Birləşmiş Millətlər Təşkilatının Universal Dövrü İcmal Kontekstində mövzusunda konferans keçirilib. Konferansda Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Universal Dövrü İcmalı üzrə öhdəliklərinin, icra vəziyyətinin, ictimai monitorinqinin yol xəritəsi və birləşmək azadlığı, yeni çətinliklər və təhlükələr, qanunvericiliyə eldən son əlavə və dəyişikliklərin hüquqi və praktiki aspektləri müzakirə edilib. Konferansa qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Həm bu icmalda nəzərdə tutulan tövsiyələrin eyni zamanda digər beynəlxalq təşkilatlarda işin əlaqələndirilməsi məqsədi ilə fəaliyyət planını tərtib edilməsi üçün danışıqlara, HQT-lərlə, beynəlxalq təşkilatlarla məsləhətləşmələr apara bilər. Yəni bu işçi qrupunun vəzifəsi məsləhətləşmələrin aparılmasıdır. Həmin işçi qrupu dövrü icmalla bağlı hökumətin üzərinə götürdüyü öhdəlikləri, o cümlədən üzv dövlətlərdən daxil olan o tövsiyələrin icra durumunun monitorinqinin həyata keçirilməsi, icmalda yer alan insan hüquqlarının ayrı-ayrı sahələrində real durumu əks etdirən hesabatların hazırlanması, ictimai maraqların müdafiəsi kampaniyalarının keçirilməsi və digər fəaliyyətlərin həyata keçirilməsinə hazır olan təşkilatların və şəxslərin dairəsini müəyyənləşdirir. Qeydiyyatı olmayan əvvəllər məsələn biz bilirik ki, fərdi şəxslər fön üzrə qrant alırlar bəzən. Düzdür, yerli qanunvericiliyə görə dövlət orqanlarından qrant alan fərdi şəxslərin qrant müqaviləsini qeyddə keçirmə öhdəliyi yoxdur, bu dövlətin üzərindədir. Ancaq xarici donorlardan alınan qrant zamanı bu mütləq qeyddən keçirilməlidir. Və bu tənzimləmə də yoxdur, yəni aslında fərdi şəxslərin xarici donorlardan qrant almasının qeydiyyatı və ilə bağlı tənzimləmə yoxdur və fərdi şəxslər göndərdikdə də onlara cavab verilmir ki, qeyddə alındınız, yoxsa alınmadınız. Və bu qanun onu müəyyən edir ki, yəni bu qanun şərhindən çıxır ki, artıq qeydiyyatı olmayan təşkilatlar qrant müqaviləsi bağlayarsa və ya qrantla bağlı hər hansı bir əməliyyatlar görürsə, onlar məsuliyyət cəlb olunacaqlar. Azərbaycan kimi bir ölkənin, bu qədər siyasi məhbuslar olan bir ölkənin, vətəndaş cəmiyyətinə bu qədər baskılar olduğu bir ölkənin Nazirlər Kabinetinə rəhbərliyi Avropa dəyərlərinə təhqirdir. Yəni, buna görə bu barədə ciddi iş aparılmalıdır. Nazirlər Kabinetinə rəhbərliyə başlamadan öncə, komitəsinə üzr istəyirəm, başlamadan öncə ciddi iş aparılmalıdır və siyasi məhbuslar azad olunmadan, qeydiyyətlərə qarşı baskıları dayandırmadan belə bir fəaliyyətdə olması, yenə deyirəm, bu qərb dəyərlərinə, Avropa dəyərlərinə bir təhqir kimi qiymətləndirilməlidir. Burada əyləşənlərin əksəriyyəti Avro-Atlantik inteqrasiya tərəfdarlarıdır. Amma bu, o qərb-pərəst olmaq demək deyil. Yəni, qərb yönlü olmaqdır, o dəyərləri qəbul etməkdir, o dəyərlər yolunda addımlamaq deməkdir. Əgər bu dəyərlərdən Avropa tərəfdə bir sapmalar varsa, qərb tərəfdə bir sapmalar varsa, onlara onu xatırlatmaq lazım. Bəlkə də belə ciddi təpki yaratmaq üçün Azərbaycan cəmiyyəti tərəfindən, bəlkə də Avropa Şurasından ümumiyyətlə Azərbaycanın uzaqlaşdırılması tələbini qoymaq lazım. Mən konkret bir neçə nüansın üzərində dayanmaq istəyirəm. Birincisi, indiyə qədər qeydi qanunvericiliyinə ümumiyyətlə bu qədər dəyişiklik gəlməmişdir. Eyni zamanda bu qədər sərt dəyişikliklər gəlməmişdir. Yəni, qəbul olunan dəyişikliklərdən söhbət gedir və kompleks şəkildə sanki qeyri-hökumət təşkilatlarına belə bir küncə sıxışdırma kimi bir vəziyyət. Bu dəyişikliklərdən təbii ki, artıq qəbul olunur, bugün sabah yəqin imzalanacaq, əmzalı yanvardan gəlib. Bu iş güman ki, qüvvəməyəcək. Onun başında kim durur? Onu da deyə bilərsiniz. İndiyə kimi kimlər bunu eləyib, müəllif deyil olur. Mən dəqiq deyə bilmərəm. Adətən bu tip təkliflər prezident administrasiyasından gəlir. Ancaq mən Milli Məclisin, yəni o xəbərlər ki, hissəsinə baxdım, məhbubatla maraqlandım. Təşəbbüs haradan gəlib göstərilir, sadəcə təqdimatı kimi eləyib bu göstərilir.